Qılınc tarixdə ən effektiv və ən qədim silahlardan biridir. Onun ilk dəfə harada necə istifadə olunması ilə bağlı əlimizdə heç bir məlumat yoxdur. Lakin arxeoloji qazıntılar nəticəsində bizə hələlik məlum olan budur ki, eramızdan əvvəl, yəni Tunc dövründə eramızdan əvvəl 3300-1200-cü illərə aid olan bəzi qılınc tapıntıları vardı. Bu tunc qılınclar Mesopotamiya, Hindistan və Misir, həmçinin Anadolu ərazilərində arxeoloji qazıntılar nəticəsində tapılmışdı. Bunların uzunluğu 30-40 sm idi və buna görə də bunları daha çox xəncər adlandırsaq daha yaxşı olar. Lakin onların qısa olmasının səbəbi var idi. Çünki tuncdan düzələn qılınclar uzun olduqda daha tez qırılırdı və qədim insanlar Tunc dövründə, həmin dövrdə yaşayan insanlar bunu müşahidə etdiklərinə görə, ona görə bu silahı qısa şəkildə və yaxın məsafədən döyüş üçün istifadə etməyə yararlı halda düzəldirdilər. Lakin Tunc dövrü öz yerini Dəmir dövrünə verdikcə, Dəmir dövrü eramızdan əvvəl 1200-600-cü illərdir və bu dövrdə, yəni Dəmir dövründə artıq qılınclar uzun, möhkəm və daha kəsici düzəlməyə başladı. Çünki bu dövrdə silahlar artıq dəmirdən düzəlirdi. Qılınc tarix boyu müxtəlif mədəniyyətlərdə, müxtəlif formalarda olmuşdu və öz vəzifəsini layiqincə icra edən silahlardan biri olmuşdur. Qılıncın formalarından danışmağa başlasaq, dediyim kimi müxtəlif mədəniyyətlərdə müxtəlif formaları oldu. Məsələn, qədim Misirlilər bu şəkildə gördüyünüz Xopeş adlı bu silahdan istifadə ediblər. Yeri gəlmişkən bunu da qeyd edim ki, Həzrəti Yusif filmində bu baxımdan bir səhvə yol veriblər ki, qılınclar hamısı həmin filmdə düzdür, lakin həmin dövrdə həmin bu Xopeş qılınclarından istifadə edirdilər. Yunan hoplit döyüşçüləri isə həmin şəkildə gördüyünüz bu armudu beyli olan Xifos silahından istifadə edirdilər. Lakin bundan əlavə Kopis adlı başqa bir qılınc da var idi. Kopis biraz qövsvarı idi. Bunu da qeyd edim ki, həmin dövrdə farsların da Kopisə bənzər silahları olub. Roma dövründə isə Roma legionları həmin Xifosa bənzər Gladius silahlarından istifadə ediblər. Gladius Xifosa nisbətdə daha düz idi, yəni onun beyli armudu deyildi. Lakin bu Gladiuslar Romanın müxtəlif dönəmlərində müxtəlif formalarda olub. Və bunlar əsasən 60 sm olduğuna görə piyada qoşunların yəni istifadə etdiyi silah idi. Süvarilər bu silahdan istifadə etmirdilər. Çünki bu silahın qısalığı süvarilərin rahat şəkildə uzaqdan aşağıda olan bir şəxsi vurmağa effektiv deyildi, yəni bu silah onlar üçün. Çində isə tarix boyu istifadə edilən jiyan qılıncları olub, budur şəkildə gördüyünüz həmin bu qılınc. Jiyanlar hər iki tərəfi kəskin şəkildə kəsici olan bir qılınc idi və tarix boyu bu silahdan istifadə edib çindilər. Orta əsrlər isə qılıncın qızıl dövrü adlandıra bilərik biz bu dövrü. Bu dövrdə müxtəlif formalarda, müxtəlif mədəniyyətlər çoxlu qılınc növləri hazırladılar. Avropada erkən orta əsrlərdə longswordlar, yəni uzun silahlar, qılınclar düzəlməyə başladı. Sonradan rapierlər meydana çıxdı. Ümumiyyətlə longswordlar müxtəlif növləri var idi. Yəni adı ümumi olaraq hamısı longsword keçsə də bu longswordların hamısının öz adları var idi. Məsələn, ən məşhurları Cəsur Rey filmində də gördüyünüz həmin William Wallace'un qılıncı olan Şotland Claymore qılıncı çox güclü bir silah idi. Çəkisi 2 kilo yarımdan 4 kiloya qədər olardı. 2 əllə istifadə olunurdu və ağırlıq mərkəzi daha çox qəbzəyə düşürdü və bunu da kontrol etmək ümumiyyətlə longswordları, uzun qılıncları daha rahat idi. Fırlatmaq üçün deyil, daha çox saplamaq üçün idi. Lakin döyüşmək üçün də, yəni kəsmək üçün də istifadə olunurdu. Bu qılıncların, yəni longswordların ağır zərbələri olduğuna görə, yəni belə deyək də, hətta bəzən balta əvəzi belə bu qılıncdan istifadə etdiklərinə görə, yəni mümkün idi, odun da doğramaq mümkün idi bu qılıncdan. Çox dağıdıcı zərbələri olduğuna görə bu qılıncların Avropada get-gedə zirehlər düzəlməyə başladıldı ki, artıq
bir dönəm gəldi çıxdı 16-cı əsrdə bu qılınclar düzəlmiş zirehlərin qarşısında müəyyən qədər effektini itirməyə başladı. Bunun qarşılığında nə baş verdi? İspaniyada 16-cı əsrdə rapier adlı bu şəkildə gördüyünüz qılınc düzəldildi. Rapier onun instruksiyası elə düzəlmişdi ki, yəni daha çox saplamağa düzəlmişdi. Yəni bundan kəsmək üçün deyil, saplamaq üçün birbaşa zirehin belə deyək, boşluqlarını tutub oradan rahat şəkildə vurmaq olurdu rəqibi. Rapierlər uzun bu Claymore-lara zadı baxanda daha yüngül idi, daha onu ilə daha yaxşı manevr eləmək olurdu və dediyim kimi saplamaq üçün daha münasib bir silah idi. Bunu da qeyd edim ki, həmin Şotland Claymore qılıncları uzunluqları 140 sm-ə qədər olurdu və tək qəbzəsinin özü 33 sm təqribən olurdu, 30-33 sm. Rapierlər isə çox vaxt 1 kiloya qədər olurdu və təqribən uzunluğu da 1 metr olurdu. Şərqdə isə bildiyimiz kimi, məsələn, uzaq şərqdə, Yaponiyada samurayların qılıncı kimi bilinən katanalar çıxdı, biraz qövsvari qılınclar idi və bu katanalar 70 sm olurdu, çəkiləri də 1200 qram. Bəli, 1 kilo 200 qram zad belə bir şeydir. Və lakin bunların uzun versiyası deyək, odachilər, onlar 2 metrə qədər olurdu. Deyilənə görə odachilər əvvəl olub, sonradan daha yaxın məsafəli döyüş üçün katanalar düzəldilib. Müsəlman şərqində isə əyri qılınclar, yəni şəmşir adlanan qılınclar, ümumi olaraq, yəni şəmşir adı verilən bu qılıncların da müxtəlif adları var idi. Məsələn, İranda bir müddət tam biraz da əyri olan qılınclara qacari də deyiblər. Qacarlar dönəmində istifadə daha çox olunduğuna görə həmin qılınclardan. Yaxud türklər Osmanlı dövründə Karabela adlandırdıqları həmin qılınc, Avropalılar da onlardan götürüb Karabela deyirdilər həmin qılınclara. Əyri qılınclar idilər bunlar. Bu qılınclar, yəni şəmşirlər, qövsvari, maili qılınclar daha çox kəsməyə düzəlmişdi. Yəni bunun üçün vəzifəsi əsasən kəsmək idi və ağırlıq mərkəzləri başda olduqlarına görə onları fırlatmaq və kəsmək daha rahat idi. Ümumiyyətlə bu qılınc silahının müxtəlif dönəmlərdə, müxtəlif formalarda olmasının özünün yəni bir mənaları var idi. Məsələn, Tunc dövründə həmin qısa qılınclar bir tərəfdən tez qırıldığına görə qısa düzəldildiyi halda, həmçinin bunlar qısa olduğuna görə nizə ilə istifadə olunurdu. Həmçinin Yunan dövründə də nizə ilə istifadə olunurdu və nizə nə vaxtsa qırıldısa, yaxud kimsə rəqib nizədən yayındısa, onda artıq qılınc çəkilirdi. Çünki artıq rəqib sənə çox yaxınlaşır deməkdir və yaxın döyüş gedəcək. Və bu qısa qılınclar hamısı əsasən saplamaq üçün idi, kəsmək üçün deyildi. Yəni vəzifəsi saplamaqdır. Yaxud Misirdə həmin o xopeş əyri qılıncının düzəlməsinin səbəbi döyüş vaxtı düşmənin qalxanına atıb onu çəkib boşluq yaradaraq boşluğa zərbə endirmək üçün idi. Yunanların Xifos və Kopisi, həmçinin Romalıların Gladiusu da yaxın məsafədən olan saplamaq üçün olan, yəni vəzifəsi kəsməkdən çox saplamaq olan bu qılınclar həmin döyüşlərdə elə yaxın məsafədən olan döyüşlər üçün idi və Romalılar məsələn Gladiusları skutumla, böyük qalxanlarla istifadə edirdilər. Ümumiyyətlə qılınc qalxan kombinasiyası yayğın bir kombinasiya idi qədim dövrdə. Özləri o qədər yaxın məsafədən də zərbə ala biləcəkləri halda buna görə yekə uzun qırmızı həmin bu gördüyünüz skutumlardan istifadə edirdilər. Yəni özləri yekə qalxanların arxasında gizlənir, yandan sadəcə balaca qılınclarla yaxın məsafədən saplamaqla məşğul olurdular. Lakin dediyim kimi orta əsrlərdə artıq qılıncın forması 80-100 sm-yə qədər uzandığına görə artıq kəsmək kimi vəzifəsi də onun boynuna yükləndi və bəzi qılınclar da əlbəttə və müxtəlif formalarda qılınclar ortaya çıxdı. Almanlarda çox yekə qılınclar var idi, 1.80 boyunda Zweihanderlər var idi.
iki əllə istifadə olunurdu. Həmçinin bundan əlavə flambergi silahları da var idi. Onlar da çox uzun idi və bunlar əsla bir süvarinin istifadə etdiyi qılınclar deyildi. Bunlar hamısı piyada qılıncları idi. Çünki süvarilər üçün bu effektiv bir qılınc deyildi. Lakin dağıdıcılıq qüvvələri çox güclü idi. Məhz bu cür silahlara görə elə zirehlər inkişaf elədi və zirehlərin inkişaf etməsi nəticəsində də İspaniyada kiminsə ağlına rapier gəldi. Yəni yüngül, lakin saplamaq üçün rahat olan bir qılınc. Lakin müdafiədə daha çox qövsvari, yəni şəmşir, katana və s. bu qılınclar daha effektiv idi. Çünki sürüşdürmə taktikası var idi. Sürüşdürmə taktikası nədir? Zərbə endirildiyi zaman müdafiə olunan, həmin qövsvari qılıncla müdafiə olunan şəxs azca zərbəni qəbul etdiyi zaman sürüşdürərək zərbənin istiqamətini yayındırır və enerjini yayırdı. İstiqamətini biraz dəyişdirir və enerjini yayırdı və beləliklə də zərbənin gücünün bir yerə düşməməsini təmin edirdi ki, bu da zərbəni gücsüz hala gətirirdi. Odlu silahların inkişafı ilə artıq qədim dövrə məxsus olan bir sıra silahlar, nizə, ox, yay, qılınc yavaş-yavaş get-gedə artıq öz vəzifəsini itirməyə başladı. Lakin hələ də 18 və 19-cu əsrlərdə qılıncdan istifadə olunurdu. Əsasən də Napolyon ordusunda Cavalry Saber adlı silah var idi. Cavalry Saber həmin süvari qılıncı deməkdir və şəkildə də gördüyünüz bu qılıncdır. Biraz qövsi və tutacağı rapierə bənzəyən bir qarışıq silah idi, qılınc idi. Süvarilər üçün effektiv idi, at üstündə kəsməyə hesablanmışdı. Bu süvari qılıncları həmin dövrdə, yəni 19-cu əsrdə əsasən ABŞ və Avropa, Amerika və Avropa ordularında yaygın bir silah idi. Həmçinin ABŞ vətəndaş müharibəsində də bu qılıncdan istifadə olunmuşdu. Qılınc min illərlə insan tarixinin ayrılmaz bir hissəsi olub. O təkcə bir silah yox, həmçinin bir döyüş fəlsəfəsi, cəngavərlik və bir şərəf simvolu olub. Tarixin müxtəlif dövrlərində müxtəlif formalar alsa da həmişə gücün simvolu, rəmzi kimi görülüb. Elə buna görə də müasir dövrümüzdə biz bu silahı ancaq hərbi paradlarda və bəzi xüsusi dəstələrin nümayişlərində, onların geyim formalarında, yəni parad formada görə bilirik.